avtoritar hökumət kimin, harda, nə vaxt, nə etdiyini bilmək istəyir. 5-6 adam keçmişdə separatizm meylləri edibsə belə, bütün xalq buna görə günahkar deyil. Çoxluq sadəcə öz dilini, mədəniyyətini qorumaq istəyir. Azərbaycan hökuməti hələ də etnik azlıqlara, xüsusilə talışlara keçmiş separatist yaddaşı prizmasından baxır. Adət-ənənələrinin öyrənilməsi, talış kimliyinin möhkəmlənməsindən qorxulur. Onların hər birinin öz ana dilində təhsil almaq hüququ var. Heç bir tədqiqatçının dövlət sirrinə çıxışı yoxdur. Sən tədqiqatçını necə dövlətə xəyanətdə günahlandıra bilərsən? Azərbaycan multikulturalizm siyasətini hüquqi və institusional çərçivədə kifayət qədər inkişaf etmiş model kimi təqdim edir. Bəs praktikada, xüsusilə dil hüquqları, media və siyasi təmsilçilik sahəsində mənzərə necə görünür? Əgər Azərbaycan deyək ki, mövcud olan 80% etnik və dini azlıqların öz dilində təhsil, mədəniyyət, özünü mədəni ifadə etmə hüquqları icrasında böyük problemlər varsa və bu sənədləşmiş problemlərdirsə, onda nə üçün bu multikulturalizm siyasətinə müraciət edir? Mənim öz gəldiyim qənaət bundan ibarətdir ki, Azərbaycan multikulturalizm siyasətinə real inklüzivliyi, mədəni və siyasi iştirakçılığı təmin etmək üçün yox, sırf öz dövlətin beynəlxalq imicini yaxşılaşdırmaq birinci səbəb, ikinci səbəb Azərbaycanı tolerant və nation branding deyək buna, Azərbaycanı tolerant, multikultural bir ölkə kimi göstərməklə dövlətin imicini yaxşılaşdırmaq üçün və eyni zamanda siyasi hakimiyyəti mərkəzləşdirmək üçün həyata keçirilir. Yəni tanınmaqla bir nəzarət funksiyası həyata keçirilir və bu da bizə nəyi xatırladır? Bu bizə Sovet İttifaqının millətlər siyasətini xatırladır. Yəni mənim qənaətimə görə Azərbaycanda bu gün mövcud olan real multikultural siyasət, mən onu multikulturalizm adlandırmayacağam. Multikulturalizm əgər olsaydı, onda o multikulturalizmin sadə dillə deyim standartlarına cavab verməli idi. Real multikultural siyasət mənim anlayışıma görə Sovet dövrünün millətlər siyasətinə bənzəyir. Yəni sən simvolik olaraq tanıyırsan etnik azlıqları və dini azlıqları, amma bu tanınmaqda əsas məqsəd onları idarə etməkdir. Hər şey yalan nə yalandır, nə doğrudur, onun üzərində qurulub baxmaq lazımdır. Çox şey də yalandır. Məsələn, yazılır ki, mən bir daha deyirəm, yazılır ki, Azərbaycanda Taluşin Sədo qəzeti çıxır, Dodo qəzeti çıxır və Samur qəzeti çıxır və ləzgi dilində jurnal çıxır. Amma biz realda baxmalıyıq ki, bunların vəziyyəti nə yerdədir? Məsələn, o qəzetlər heç bir qəpik də maliyyə vəsaiti almırlar dövlətdən. Heç bir yardım yoxdur onlara ki, onlar öz qəzetlərini qoruyub saxlasınlar. Onların bəziləri 6 aydan bir çıxır, 1 ildən bir çıxır, bəziləri heç çıxıb axıra çıxa bilmir. Məsələn, bir dənə Samur qəzeti son dönəmlər hətta elektron formada çıxmır, çap formasında çıxır. Yalnız, üzr istəyirəm, çap formasında çıxa bilmir, yalnız elektron formada çıxır. Məsələn, mən öz təcrübəmi burada danışmaq istəyirəm. Məsələn, mən Azərbaycanda olduğum müddətdə Azərbaycanın kəndlərinə gedib sırf etnik azlıqlarla maraqlanırdım həmişə. Məsələn, mən indiyə kimi yadımda Qəbələnin Laza kəndində bir kəndə getmişdim və orada yaşlı bir ləzgi kişi var idi və o stolunun üstündə çox fəxr eləyirdi. Mənə çox ləzzət eləmişdi aslında. Çox fəxrlə stolunun üstündə Samur qəzetini qoyurdu və deyirdi ki, bu mənim dilimdə qəzetimdir, gəlir mənim stolumun üstünə çıxır. Məsələn. Amma 2023-cü ildə Samur qəzeti çap versiyasını dayandırdı və yalnız elektron versiyada çıxır. Sizcə bu siyasət əsasən mədəni hüquqları qorumaq üçündür, yoxsa daha çox dövlət təhlükəsizliyi və sabitliyi məqsəd daşıyır? Azərbaycanda mövcud olan hazırki hökumət, avtoritar hökumət, yəni bunu əlavə etmək lazımdır. Avtoritar hökumət kimin, harda, nə vaxt, nə etdiyini bilmək istəyir. Bu ümumiyyətlə istənilən sahədə belədir. Bu müxalifət üçün də, hətta mətbuat üçün də, hətta belə deyək də, istənilən siyasi mobilizasiya üçün bu Azərbaycanda belədir. Avtoritar hökumətlər kimin harda, nə vaxt, nə etdiyini bilmək istəyirlər. Və xüsusilə etnik azlıqlara gələndə bu onları 2 qat təsir altına salır. Məsələn, deyək ki, bir Azərbaycan türkü üçün avtoritar rejimdə yaşamaq
onun belə deyək ki, azad məlumat almaq haqqını əlindən alır, onun siyasi mobilizə olmaq haqqını əlindən alır, onun seçmə hüququnu əlindən alır və s. Amma etnik azlıqlara gələndə bu 2 qat artır. Eyni zamanda etnik azlıqların öz dillərini və mədəniyyətlərini qorumaq və inkişaf etdirmək üçün hər hansısa bir siyasi mobilizə olmaq və yaxud da hər hansısa bir qruplaşmaq, hər hansısa bir təşkilat yaratmaq haqqını əlindən alır avtoritar rejimlər və eyni zamanda Azərbaycanda mövcud olan bugünkü rejimdə. Bu baxımdan Azərbaycanda etnik azlıqlara təhlükəsizlik prizmasından yanaşılır həmişə. Yəni onların keçmiş belə deyək ki, onların içərisində hər hansısa bir 5-6 adam keçmişdə separatizm meylləri edibsə belə, bütün xalq buna görə günahkar deyil. Bütün etnik azlıq buna görə günahkar deyil. 5-10 Sadvalçıya görə, 5-10 Talış Muğan Respublikası yaratmaq istəyən şəxslə görə və bu ideyalara görə bugün bütövlükdə nə Ləzgi xalqı cavabdeh deyil, nə Talış xalqı cavabdeh deyil. Onlara bu prizmadan baxmaq, onların mədəni ifadə hüquqlarının əlindən alınmasıdır. Və bunun məsələn ən belə bir bariz nümunələrindən biri odur ki, məsələn götürsək Ləzgiləri, düzdür, Ləzgilər bilirsiniz ki, Samur çayının həm şimalında, həm də cənubunda yaşayırlar. Şimalda Dağıstan ərazisində yaşayırlar və Rusiyanın belə deyək də siyasi çətiri altında yaşayırlar. Azərbaycanda isə unitar Azərbaycanda. Rusiyada federal quruluşlu bir dövlətdir. Məsələn mən araşdıranda görürəm ki, Rusiyada Ləzgilərin belə deyək ki, mobilizə olmaq, öz mədəni kimliklərini qorumaq üçün haqqları daha çoxdur, nəinki Azərbaycanda. Düzdür, orada da problemlər var. Demək olmaz ki, Rusiyada Ləzgilər tam özlərini ifadə edə bilirlər. Amma heç olmasa Rusiyanın federal siyasətinə uyğun, məsələn, flanka yarada bilirlər. Federal Ləzgi mədəni avtonomiyası. Bəli, bu Rusiyanın deyək ki, geniş anlamda Rusiyanın federal siyasətinə, Rusiyanın millətlər siyasətinə, Sovet dövründən qalmış ənənəyə uyğun bir davamdır. Amma eyni zamanda bu çətirin içində müəyyən anlamda öz kimliklərini qoruya bilirlər. Amma Azərbaycanda vəziyyət tamamilə fərqlidir. Azərbaycanda məsələn Ləzgilər, Talışlar, Avarlar, Udilər, Çaxurlar, İngiloylar, nə qədər etnik qrup var? 26-dan çox etnik qrupun nümayəndəsi yaşayır. Və bunlardan çoxu, mən deyərdim sizə ki, Azərbaycanda assimilyasiyaya məruz qalırlar. Yaxın illərdə Talış aktivistlər həbs olunur. İqbal Əbilov nümunəsində uzun müddətli həbsə məhkum edilir. Başqa ölkələrdən Azərbaycana gətirilirlər. Bu, hökumətin Talışlar mövzusunda ehtiyatlı olduğunu deməyə əsas verir. İqbal Əbilov Talış tarixini araşdırırdı və bunu çox sakit edirdi və mən tam etiraf edirəm ki, İqbal Əbilov həbs olunana qədər mən onu şəxsən tanımırdım. Amma həbs olunandan sonra mən maraqlandım ki, bu insan kimdir və nə üçün həbs oluna bilər? Təbii ki, mənim yenə də fərziyyələrimdir. Və baxırsan ki, İqbal Əbilov Talış tarixini araşdırmaq istəyir. Talış etnoqrafiyasını öyrənir, antropoloq backgroundu var, keçmişi var. Yəni bu istiqamətdə araşdırmalar aparır, eyni zamanda siyasi araşdırmalar da aparır. Amma bunun nəyi pisdir ki, bir insan öz və açıq-aşkarda İqbal Əbilov öz etnik kimliyinin Talış olduğunu bildirir və bu istiqamətdə araşdırmalar aparır. Yəni mən düşünürəm ki, ilk səbəb odur ki, bu aktivizmi istəyir akademik, istəyir belə deyək də akademik olmayan deyək ki, hansısa bir tədbir keçirmək aktivizmi və yaxud da dil hüquqları tələb edən aktivistlər bunların qarşısını almaq yenə də təhlükəsizlik məsələlərinə gəlib çıxır ki, Azərbaycan hökuməti hələ də etnik azlıqlara, xüsusilə Talışlara keçmiş separatist yaddaşı prizmasından baxır. Hansı ki, mən bir daha qeyd eləmək istəyirəm ki, o separatizmi 5-6 nəfər adam eləyib və Talışların çoxluğu tərəfindən də biz bilirik ki, dəstəklənmir. Çoxluq sadəcə öz dilini, mədəniyyətini qorumaq istəyir. Öz kimliyini qorumaq istəyir. Öz tarixini araşdırmaq istəyir. Öz ədəbi dilini formalaşdırmaq istəyir. Və bilirsiniz ki, ümumiyyətlə multikulturalizmin nəzəriyyəsində də var ki, dövlət quran xalqların həmin dövlətin tərkibində öz dillərini, mədəniyyətlərini, etnik kimliklərini qorumaq haqları var. Yəni Talışlar, Ləzgilər, Avarlar, Udilər, İngiloylar, hətta Ruslar belə, hətta bütün Azərbaycanda mövcud olan etnik qruplar Azərbaycan dövlətinin qurulmağında iştirak ediblər. Və ona görə də onların hər birinin öz ana dilində təhsil almaq hüququ var. Amma Azərbaycanda biz bunu diskriminasiya hallarını görürük. Bir qrup demək olar ki, bütün hüquqlarından yararlanıla bilir, digər qruplara isə
Demək olar ki, 1 saat ana dilində təhsillə və ya da çox keyfiyyətsiz şəkildə həyata keçirilir. Mən bir şey müşahidə edirəm ki, Azərbaycan hökuməti nəinki yerli tədqiqatçıları, hətta xarici tədqiqatçıların belə Azərbaycanda gəlib, xüsusilə hökumətin həssas gördüyü mövzularda, məsələn millətçilik, sonra etnik azlıqlarla bağlı məsələlərdə, onların etnoqrafiyası, antropologiyası və sair məsələlərdə tədqiqat aparan insanlar belə deyək də təqiblə özləşirlər. Məsəl üçün mən 2 belə bir кейs eşitmişəm. Xarici, məsələn Çexiyadan gəlib, Çexiyadan və Polşadan Azərbaycana gəlib antropoloji tədqiqat aparmaq istəyən etnik azlıqlarla bağlı və millətçiliklə bağlı tədqiqatçılar sonradan gedib məsələn məqalələr yazıblar və məlumatlar veriblər ki, biz artıq bu ölkədə tədqiqat aparmaqdan çəkinirik. Çünki burada problem nədir? Azərbaycan haqqında onsuz da tənqidi məqalələr yazılır. Müsahibələr də aparıla bilər, məqalələr də yazıla bilər, elmi məqalələr, yəni fakta əsaslanan elmi məqalələr, sübuta əsaslanan elmi məqalələr yazılır. Amma Azərbaycan hökuməti müşahidə odur ki, istəmir ki, Azərbaycanın içində xüsusilə antropoloq gəlməlidir, uzun müddətli müşahidə aparmalıdır, lazım olsa müsahibə etməlidir. Bunlara, yəni mən tam əminliklə deyirəm ki, bu günlərim xaricdən hansısa bir xarici tədqiqatçı gəlib həssas hesab olunan mövzularda, ölkə daxilində tədqiqatı üçün data toplayanda mütləq təzyiqlə özləşəcək. Və artıq belə faktlar var, artıq belə məsələlər eşidilir Qərb dünyasında və tədqiqatçılar çəkinirlər Azərbaycana gəlməkdən. Və Azərbaycanın tədqiqatçıların özləri də çəkinirlər. Yəni hökumət üçün neytral olan mövzularda gəlib data toplamaq olar, məlumat işləmək olar. Necə ki jurnalistika Azərbaycanda bilirsiniz ki, azad jurnalistika qalmayıb. Yerlərdən bu dəqiqə məlumat verəcək insanların sayı demək olar ki, 0 dərəcəsindədir. Eyni zamanda bu elmə də təsir göstərir. Akademik azadlığa təsir göstərir. Yəni bir daha qayıtmaq istəyirəm ki, İqbal Əbilovun işində mən həm də akademik azadlıq görürəm. Yəni İqbal Əbilov dövlətə xəyanət edib hekayəsi qurulur. Amma dövlətə necə xəyanət edib? Hansısa bir erməni tədqiqatçı ilə tədqiqat yönümlü bir işlə bağlı danışmaq dövlətə xəyanətdir. Yox, mən bunu düşünmürəm. Və burada haşiyə çıxmaq istəyirəm, bir şey demək istəyirəm ki, ümumiyyətlə mən inanıram ki, 2 akademik şəxs bu dəqiqə hazırda Azərbaycanda həbsdədir, Bəhruz Səmədov və İqbal Əbilov. Onların heç birinin dövlətə xəyanət, mən hər ikisinin cinayət işlərini oxumuşam və onlara qarşı dövlətə xəyanət ittihamları heç bir əsası tapılmır. Yəni heç bir məntiqli bir sübut görmürsən ki, sən deyəsən ki, bax bunu bu adam edə bilər. Sübutlar nədir? Ermənilərlə danışmaq, ermənilərlə konfransda iştirak etmək, söhbət eləmək, onlara hansısa bir məlumat linkini göndərmək, hansı ki erməni özü də linki tapa bilərdi Azərbaycanla bağlı, açıq bir linkdirsə əgər onu göndərmək və sair çox gülməli sübutlar gətirirlər ortalığa və mən bir də çox ciddi şəkildə inanıram ki, heç bir tədqiqatçının dövlət sirrinə çıxışı yoxdur. Sən tədqiqatçını necə dövlətə xəyanətdə günahlandıra bilərsən? Xüsusilə hər ikisinə aiddir. Həm İqbal Əbilova, həm də Bəhruz Səmədova aiddir ki, heç bir tədqiqatçının dövlət sirrinə, onlar dövlət orqanında işləməyiblər. Onlar dövlət sirrinə necə çıxışları olacaq? Sən onları bu ittihamlarla, kəskin ittihamlarla həbsə ata bilərsən? Təbii ki, biz bilirik ki, bunların hamısının arxasında qorxu durur, cəmiyyətdə qorxu yaratmaq, Talış dilinin, mədəniyyətinin, adət-ənənələrinin öyrənilməsi, Talış kimliyinin möhkəmlənməsindən qorxulur. Eyni zamanda Bəhruz Səmədova gələndə isə Azərbaycanda Bəhruz Səmədov bilir ki, təkcə elmi tədqiqatla məşğul olmurdu, həm də hakimiyyətin siyasətini Qərb mətbuatında belə deyək ki, mən bunu çəkim mənbədə ifşa etməklə məşğul idi və onu açıq-aşkar tənqid etməklə məşğul idi. Yəni bu da onu göstərir ki, başqa bir tərəfdən Azərbaycanda akademik azadlıq yoxdur. Azərbaycanda sən gələk propagandanın dediyi, propagandanın sənə təqdim etdiyi istiqamətlərdə yazasan, deyəsən, oxuyasan, oynayasan və onların istədiyi kimi fəaliyyət göstərəsən.